o dediyim digər varlıqlarda görmə qabiliyyətləri var. Dünyanın ən güclü belə ateist bir cəmiyyəti olsun, sistemi olsun, bunu dağıdamayacaq. Bizim yanımızda hal-hazırda varlıqlar var. İnsanlığın ən böyük yanlışı bu boyda kainatda özünü ən ağıllı və şuurlu varlıq hesab eləməsidir. Biz əslində sivilizasiyaların ən cahil cəmiyyətində yaşayırıq hal-hazırda. Bəli. Yəni sevgini ölçən, nifrəti ölçən aparat yoxdur. Bəli. Olmayacaq da. Açıq məkanda ağ işıq zərrələrini görürəm. Bir də yazır ki, mən belə şeylərə inanıram, həqiqətən var. Deyirəm, inanma, bil. Sənin inancın bir yerə qədərdir. Yaxşı, biz özümüzü necə güclü saxlayaq bəs? Can sağlıq paketi. Yer kürəsinin azon qatı var da. Aha. Yəni bizim də o azon qatımız var. Və o qatlar nə qədər güclü olursa bizə heç nə olmur. Süni intellekti ortaya qoyan insanlar təbii intellektin alqoritmlərini tətbiq eləyiblər orada. Yaxşı, bəs təbii intellekt yoxdur da yəni. İnanmayanı cəhənnəmə göndərmirlər. Bilməyəni, bilmək istəməyəni göndərirlər. Bir şeyə inanıb inanmamaq doğru deyil. İnanc əvvəl-axır çökəcək bilgiyə dayanmırsa. İnanc özü belə bir yerə qədər doğrudur, ondan sonra yanlışdır. Təsadüf kəlməsi özü belə bizim bildiyimiz mənada deyil. İstənilən şeyi cilalayıb brilyanta çevirmək lazımdır. Həyatınızı dəyişdirəcək 2 illik səyahətə hazırsınızsa, ilkin qiyası ilə Doğru yola doğru onlayn təliminə qoşulun. Ətraflı məlumatı videonun açıqlamasından oxuyun. Erkin müəllim, bu infosomatika elmi nədir və nəyi öyrənir? Buna açıqlama verin, daha sonra biz suallarımıza keçərik. Qısa şəkildə belə deyim ki, bu günləri həyatımızın ayrılmaz hissəsi informasiya texnologiyalarıdır, yəni və ondan əmələ gəlmiş aparatlardır. Yəni infosomatikada ümumiyyətlə həyata aid, informasiyanın həyata aid hər bir şeyini öyrənən elmdir. İnsanın ətraf aləmə və ətraf aləmin insana təsirini öyrənir. Onun informatik tərəfini öyrənir. Aha. Çünki istənilən proqramın kökündə informasiya dayanır. O informasiyanı hansı formada dəyişəcəyindən və yaxud da ki, bir şeyə necə reaksiya verəcəyindən asılı olaraq o dəyişir, insana təsir edir və yaxud da ki, ətraf aləmə təsir edir. Yəni bizim varlığımız əslində bir informasiyadan ibarətdir. Əlbəttə ki. Və bütün bunları biz necə istifadə ediriksə, yəni ötürürüksə, elə də alırıq. Prinsipi ilə yola çıxa bilərik. Brilliant xanım, hər vaxtınız xeyir. Salam, hər vaxtınız xeyir Nilbar xanım. Söz aramızda Brilliant xanım, batil inanclara inanırsınız, yoxsa həyatın sınağından çıxmış təcrübələrin adamısınız? Yox, mən batil inanclara inanmıram və düşünürəm ki, əslində bunlar insanın həyatında müəyyən bir təsadüflərdir. Məsələn, bizdə bəzi inanclar var ki, insanlar buna inanır, ancaq təsadüfən üst-üstə düşəndə bu daha da böyüyür və ağızdan ağza, qulaqdan qulağa bu keçir ki, məsələn, adi bir kiçik bir şey deyim, el arasında çəngəl yerə düşür, deyirlər ki, qonaq gəlir, qaşıq yerə düşür, qonaq gəlir və heç mi olmayıb sizin həyatınızda ki, hər hansı bir bunların biri baş versin və siz onu yaşamış olasınız? Və məsələn, deyirlər qarşından yol gedərkən qara pişik keçərsə, yəni sənə uğursuzluq gətirər. Hətta insanlar var ki, qaçır yoldan pişik keçməsin deyə qarşısından, yəni hətta yolu qaçanları da görmüşəm, amma mən buna inanmıram. Mən əksinə insanların özlərinin etdiklərinin ona gəldiyini və ya bu hesablanmış bir şeylərdir. Yəni siz kiməsə pişiksin qarşınızdan keçdi deyə sizə pislik gəlməyəcək. Brilliant xanım, mən üzülərək bir etiraf etmək istəyirəm. Mən hal-hazırda sizdən həmfikirik, inanmayanlar sırasındayam, amma siz danışdıqca mən xatırladım ki, bir dönəm məndə də olub eləsinə. Yəni qaçmasam da, amma pişiyin keçdiyi istiqaməti mümkün qədər kəsməyə çalışmışam. Brilliant xanım, siz inanmayanların tərəfindəsiz, yəni siz Pərvizin tərəfindəsiz, amma mən inananlar tərəfindəyəm. Qonağımız isə Erkin bəydir. Erkin bəy, batil inanclara təşəkkür edirik Brilliant xanım zənginizə görə. Edirəm efirə qoşduğunuz üçün. Minnətdarıq. Sağ olun. Erkin bəy, inanmaq lazımdır batil inanclara, yoxsa bunlar elə xanımın da dediyi kimi üst-üstə düşmüş və öz həqiqiliyini qoruyub saxlamış bir hərəkətlərdir? Bəli, dinləyicimizin adından yola çıxaraq deyim ki, istənilən şeyi cilalayıb brilyanta çevirmək lazımdır. Ki ondan sonra artıq bunun həqiqi bilgi olduğu və ya həqiqi brilyant olduğu və ya saxta olduğu üzə çıxacaq. Əvvəl-axır. Yəni bu inanclar da elə bir şeydir. Xanım təsadüf kəlməsinə toxundu ki, təsadüfdür. Kainatda ümumiyyətlə təsadüf deyilən şey yoxdur. Təsadüf kəlməsi özü belə
bizim bildiyimiz mənada deyil. Sədəf kəlməsi var orada. Bir şeyin ard-arda düzülməsi deməkdir. Rus dilinə gedək, случайность. Bəli. Sözün kökü случайdır. Bir hadisə baş verməlidir ki, sonra nəticəsi olsun. Səbəb nəticəyə bağlıdır kainatın bütün yaradılışı. İngilis dilində də accidentally kökü sözün kökü yenə accident, yenə də hadisədir. Yəni təsadüf özü sözü belə yoxdur. Yəni hər şey əslində Ardıcıllıqdır. Səbəb Yəni və nəticə səbəb var, var. nəticə var. Səbəb var, nəticə var. Yəni bu kimi o işləyir. zaman bunun fonunda batil inancların funksiyası nə qədərdir? Yəni deyək ki, bayquş bir həyətə gəldisə, belə bir Bəli. inanc var bizim Uğursuzluq gətirir. milli mədəniyyətimizdəki. Bayquş gəldisə, orada xaraba qalacaq ev, həyət dağılacaq, amma bayquşun, yəni mən bunu özüm araşdırmışam. Bayquşun heç bir günahı yoxdur. Bayquşun günahı yoxdur. Bayquşun ümumiyyətlə bunlardan xəbərsizdir. Və bayquş bəy quşudur deyirlər. Əslində bəylərin, Müdrik quşdur. şahların öncədən səfərə getmədən öncə bu quşu göndərərlərmiş ki, baxsın, müşahidə etsin. Yəni mən belə bilirəm araşdırmamdan. İndi siz nə deyirsiniz buna? Gəlin onları daha sadə insanların başa düşəcəyi formada deyək. Məsəl üçün pişiklər haqqında da biz video çəkmişdik. Pişik həqiqətən də özünə lazım olandan 9 dəfə artıq enerji hasil eləyir. Və ona görə insan xəstə olanda və yaxud da hansısa bir zonada destruktiv zona olanda pişik gedir məhz orada oturur ki, o enerjidən canını qutarsın. Düşünün ki, 9 boşqab yemək yemisən və onu harasa xərcləməlisən. Əslində bunu yaxşı bir halda, yaxşı bir Özünü halda. təmizləmək üçün eləyir onu. Gedir harda destruktiv yer varsa, məsələn pişik mənə yaxın gəlmir. Amma adamlar var ki, bizim aramızda pişik onu görən kimi ona yaxın gəlir. Pişik məndən qaçır. Mən onun enerji alası deyiləm. Ona görə pişiklər bəzi insanlardan qaçır, bəzi insanlara daha çox yaxın Bəli, gedir. itlərdə isə tam tərsidir. İtlər isə insanların, sahiblərinin enerjiləri ilə qidalandıqlarına görə, ona görə sadiqdilər. Ona görə sahibləri dünyasını dəyişəndə bir çox hallarda itlər də ölürlər. Yəni o enerji bağlılığı baş verir. Yəni bu ikinci məsələ hörümçəklərə gələk. Hörümçəklər harda tor qururlar? Orada milçəklər gələcək. Bir ya güldə qururlar ki, ora kəpənək gələcək. Ya da ki, pis iyi gələn, destruktiv zona olan yerdə tor qururlar. Yəni fizikası budur. Hətta böyük hörümçəklərlə insanları müalicə edirlər. Yəni atırlar bir otağın içinə, adam uzanır yerə, hörümçəklər gəlir onun üzərində torlar qururlar. O yerdə qururlar ki, orada xəstəlik var. Orada iyi gəlir. O xəstəliyin destruktiv iyi gəlir. Yəni burada o həmin pişikdə, bayquşda və s. və axır fizikası kökünə gedəndə odur. O sonradan əlbəttə ki, batil inanclara çevrilib. Yəni batil sözü də əslində inanc özü belə bir yerə qədər doğrudur, ondan sonra yanlışdır. Yəni inancın bir dayandığı bir kök olmalıdır o zaman. İnanc əvvəl-axır çökəcək bilgiyə dayanmırsa. Aha. Yəni sütun olmalıdır. Bəli, bilgiyə dayanmayan. Məsəl üçün götürək Quran kitabını və ya İncil və istənilən səmavi kitabı. Yəni bir din xadimi ilə və ya və s. yəni bir elmli adam onu ancaq o kitabla insan xitab eləsə, o insan cavabsız qalacaq. Kökünə gedə bilmirsə bir şeyin, cavab verə bilməyəcək və inanc çökəcək. Özü ona etiraf eləməsə də, o insanlar ona görə batil inanc deyə qoyublar. Çünki şahid olmayıblar, görməyiblər, elmləri yoxdur Ağızdan şeydə. ağıza deformasiya uğrayaraq gəlib çıxıb. İndi mən siz tərəfdəyəm də burada. Amma əslində illər əvvəl mən Pərviz bir tərəfdəydim. İnanmırdınız. İnanmırdım deyən qəbul eləmirdim. İnanmağı gəlin belə danışaq da. Bir şeyə inanıb inanmamaq doğru deyil. Bax ən böyük kökü, ən böyük yanlış. İslam dinimizin kəlmə-i şəhadəti vardır. Kəlmə-i şəhadəti var. Kəlmə-i inancı, inamı yoxdur. İnanmayanı cəhənnəmə göndərmirlər. Bilməyəni, bilmək istəməyəni göndərirlər. Daha doğrusu o göndərirlər deyəndə ki, bu dünyada cəhənnəmi yaşayır adam. Gedir, başına çıxır, qabağına çıxır, onu hərəkət edən bir əlamətlər gəlir. Ondan bir şey çıxartmır. Nəticə, bəli, dərs olmalı. Mən də bir yerə qədər bütün bu şeylərin hamısını rədd eləmişəm, amma bir şeydən sonra bir belə hadisələr baş verir ki, mən artıq başa düşdüm ki, yox, bu belə deyil və bu bilgidə, bu yüksək düşüncə tezliyi insanlarla tanış oldum. Onlar artıq bunun fizikasını açdılar. Yəni belə deyim, biz burada oturmuşuq. Biz burada maddi bir şeylərdən başqa heç nə görmürük. Bəli. Amma bura yüksək düşüncəli tezlikli insanı salsaq, o burada həm bizim, həm bütün maddələrin, həm bu suyun içindəki suyun bütün enerji axınını, ümumiyyətlə hansı formada olduğunu görə bilir. Biz o videoları paylaşandan sonra bizim mesaj
bölməmizə girsəz, siz orada fantastik filmlərlə tanış ola bilərsiniz. Yəni insanlar bizə nələr yazırlar. Bəli, taleylər Çünki fərqli bu olduğu batıl üçün. inanc şeydə o necə deyim, baskısı. O insanları qorxuzur. Bəli, o bir insanı necə sıxmaq olar? Onu bir qəlibə salaraq bir O insan qorxur demək ki, mən falan şeyi görmüşəm. Amma halbuki o gördüyünü biz heç birimiz görmürük. Yəni mən ona görə hər ikinizə haqq verirəm və o şeydə doğrusunuz hər ikiniz. Siz haqqın yolunu tapmısınız, hər birinizə haqq verirsiniz. Çünki o yolu keçmiş bir adamam. Ona görə mən o bilməyəndə əlbəttə bir uşağa deyirsən ki, əli rozetkaya salma da, top vuracaq səni. Onu bilmir axı. Onun üçün o batıl inancdır. O gedir, vurur, ondan sonra deyir ki, hə. Artıq bu olur həyatın sınanmış təcrübəsi. Müxtəlif mövzularda suallarınıza cavab tapmaq istəyirsinizsə, Elçin qiyası ilə quyuya enerji tökməklə dolmaz. Zərrə içində zərrə. Təbii valideyn-övlad münasibətləri necə olmalıdır? Və arzuların gerçəkləşməsi texnikası adlı vebinarlarımızı əldə edə bilərsiniz. Ətraflı məlumatı videonun açıqlamasından oxuyun. 0679 nömrəsi yazır ki, salam, hər vaxtınız xeyir olsun, xoşbəxt yaşayın, sizi eşitmək xoş oldu, verilişiniz uğurlu olsun. İnanclara inanıram, məsələn, qaynanmış yumurtanı bıçaqla kəsib yemək lazımdır, sağ əliniz qaşınsa pul gedəcək, bu verən əldir, sol qaşınsa gələcək və əllə ayaq dırnağı eyni gündə tutmaq olmaz. Mən bunların ikisini ilk dəfə də eşidirəm. Elkin bəy, yumurtanı ümumiyyətlə ilk dəfə də eşidirəm. Var elə şey? Valla, belə deyim də, birinci gəlin inancı açaq. Açaq. Hə, inanc ümumiyyətlə necədir, nədir? Yəni bayaq dediyim kimi inanc bir yerə qədər gedir, arxası bilgiyə dayanmırsa, təcrübəyə dayanmırsa o çökəcək. İnsan ən belə qatı inadkar belə inanclı olsa belə. İnanc insanların, böyük bir kütlənin hər hansı bir şahid olduqları bir şeyin ətrafında və yaxud da ki, davamlı olaraq davam elətdirdikləri bir şeydə bir bulut kimi o Google-da olur, informasiya verirsən orada. Yəni o bulut kimi energetik informasiya bir bulut təşkil edir. O yanlış olsa belə. Yəni siz ona batil adı qoya bilərsiniz, amma oradadır. Yəni bir kütlə onu formalaşdırıb, orada enerji buraxıb, emosiya buraxıb, informasiya daşıyır, enerji var, vəssalam. Artıq o formalaşıb. Bizim işimiz onu açmaqdır ki, görək bu nədir, bu necə olub, belə olub. Bu nədən formalaşıb? İndi məsələn o yumurta məsələsi və yaxud da ki, əl dırnaq məsələləri. Yəni o da onun kimi, əgər bir böyük kütlə tərəfindən bu formalaşıbsa, vəssalam. Yəni bu əgər belə çıxır da, yəni sözünüzün nəticəsi odur ki, əgər o adam buna inanıb və bunun təsirini görürsə, deməli inancıdır. Bəli, inancıdır, amma sadəcə onu bilgi ilə də doldurandan sonra, şahid olandan sonra, onu təcrübə eləyəndən sonra vəssalam. Yəni egregor deyilən bir şey var. Google-da axtarıb baxa bilərsiniz egregor nə deməkdir. Hər hansı bir insan egregor biz hamımız ümumiyyətlə hansısa bir egregorlara aidik. Məsəl üçün siz TV və radio yayımına, nə bilim mən tutam ki, informatikaya və s. dindar ona. Bir də görürsüz ki, o egregora aid kimlərləsə rastlaşırsan. Deyirsən, ayda buna bax, bu da taksi şoförü həmin cür adam çıxır. Ya nə bilim kimsə qabağa basırsan. Yəni bu süni intellekt deyirik bu günləri. Bəli. Biz telefonda görürsən ki, 2 nəfər söhbət eləyir, açırsan o mövzuda qabağımıza çıxır. Yaxşı, bəs təbii intellekt yoxdur da yəni. Deməli, süni intellekt əslində təbii intellektdən faydalanıb. Bəli, süni intellekti ortaya qoyan insanlar təbii intellektin alqoritmlərini tətbiq eləyiblər orada. Ağıllıdırlar çünki. Copy-paste eləyiblər. Elçin bəy, 2842 nömrəsi bir maraqlı sual yazıb. Mavi gözlərlə bağlı, mavi gözlərin mənfi enerjisi. Bu nə dərəcədə doğrudur? Baxışın mənfi və ya müsbət olması gözün rəngindən asılı deyil. Yəni nəzər mavidə də olar, qarada da olar. Bəli, o baxış ümumiyyətlə bizim gözümüzün sağ tərəfimiz, gözümüz enerjinin 80% verir, ötürür, 20% alır. Sol gözümüz isə tərsinə 80% enerji alır, 20% verir. Yəni o belə deyim də, o yarasalar necə görürlər? Belə alış-veriş gedir gözdə. Və o alış-veriş zamanı insanlar var ki, gözü ilə baxıb kağızı yandıra bilirlər. Yəni o dərəcədə yüksəkdir. Yəni göz dəymə məsələsi də əslində bizim bu enerji qatımız ki var. O adam ora baxanda, orada gözü ilə sanki lazerlə bir şey yazır. Düşüncə var burada, destruktivdir.
göndərir ora, orada bir şey yazır və o hopur bizim canımıza. O zaman belə deyə bilərik də Erkin bəy, tutalım dediniz, sağ gözümüz verir də, yəni 80% verəndir. Bəli. O enerjini ötürəndir. Həmin o nəzəri ki tez tutan, nəzəri dəyən insanlar ki var, o zaman onların gözləri 100% deyə bilərik ki, enerjini ötürür. Və beyni, bir də sualım var. Və həmin adam beynində tutalım, mən Pərvizə baxıram, deyirəm ki, bunun indi bu nə gözəldir, bu olmasın filan. Bu tipli dediyim anda gözümün qabağında canlandırıb o enerjini ötürdüm. Obrazı yüklüyürsüz həmin adama. Və həmin dəqiqə dərhal. Həmin dəqiqə olmasa da olar. Yəni mən o videoda biz çəkmişik belə fırfırı haqqında. Bizim ətrafımızda enerji qatlarımız bax elə fırlanır. Onun içinə o biraz belə iynələr, nə bilim pazlar belə deyim, daxil olanda, böyle tutqular oturanda orada onun sürəti azalır. Kimdə ki o bizim yer kürəsinin azon qatı var da. Aha. Yəni bizim də o azon qatımız var. Və o qatlar nə qədər güclü olursa bizə heç nə olmur. Nə qədər zəif olursa bizim yanımızdan yel keçən kimi yaxşı, biz özümüzü necə güclü saxlayaq bəs? Can sağlığı paketi. Bu kitabı oxumaq lazımdır. Bilgi ilənmi? Həm bilgi ilə, həm dünya görüşü ilə, baxış açısı ilə bizim ən böyük problemimiz bizim beynimizdir. Mən ona görə deyirəm ki, bizə yazırlar ki, mən belə şeylərə inanmıram. Deyirəm, düz eləyirsiniz. İnanmayın, bilin. Bir də yazır ki, mən belə şeylərə inanıram, həqiqətən var. Deyirəm, inanma, bil. Sənin inancın bir yerə qədərdir. Bil və sonra qərar ver. Hətta bunu şahid ol, təcrübə elə, götürüb hop deyə qəbul eləmə də, top deyə inkar da eləmə. Aha, yəni eşidirsən Pərviz, inkar eləmə, qəbul elə, sonra qərar ver. Neytral yanaşın. Bax, bir şey bilmirsinizsə, bir şey haqqında məlumatınız yoxdur. Onu qoyun qırağa. Məsələn, siz dediniz, gözlər haqqında. Mən bunu inkar eləmirəm. Mən sadəcə deyirəm ki, mənim bugünkü bilgi və təcrübəmə görə gözün rəngi rol oynamır. Amma sabahları mən araşdırsam, bir statistika çıxartsam ki, onunla mavi gözlü adamdan 9'u belədir. Mən ondan sonra artıq girəcəm o gözün rəngi niyə belədir, o rəng hansı enerji verir və s. və l-axır. Aydın. Varmı sualınız Pərviz yenə? Bir dinləyicimiz yazıb 0910 nömrəsindən Nübar və Pərviz salam. Əgər elmi baxışla yanaşsaq, batil inanclar insan beyninin nümunə və səbəb axtarma meyli nəticəsində yaranır. Yəni insan təsadüfləri məntiqi əlaqəyə çevirmək istəyir. Amma psixoloji və enerjiyə əsaslanan təcrübə tərəfindən baxanda bəzən inanclar insanın öz niyyət və enerjisinin fokuslanma vasitəsinə çevrilir. Bunu batil inanc yox, öz-özünü proqramlama kimi də dəyərləndirmək olar. Yəni batil inanclar real hadisələrin elmi izahı olmayan formasıdır, amma real təcrübələr çox vaxt həmin inancların enerji və niyyət gücü ilə özünü doğrultduğu hallardır. Sual versək ki, elm nədir? Elm, yəni praktikada təsdiq olunmuş və sübut olunmuş bir şey olmalıdır ki, bu elmdir. Düzdürmü? İnsanın enerji qatları var. Bunun elmi sübutu var artıq. Cihazlar var, hətta Azərbaycanlı alim də var, onun cihazını da çıxarıb. Yəni auranı ölçən aparat var. Və biz dediyimiz məsələlərin insana təsirini 5 dəqiqə əvvəl və 5 dəqiqə sonra da ölçü vahididir. Baxırıq 5 dəqiqə əvvəl mənim enerjim yerindədir. Sonra bir proqram eləyirik, ya bir dənə söz deyirik və salam. Ondan sonra bir də baxırıq və orada işləyir. O orada görsənirsə və görsənibsə ki, görsənib, yəni bunu biz işləmişik, vəssalam. Yəni o dediyiniz batil inanc artıq oradan batildən də çıxıb, inancdan da çıxıb, artıq elmdir. O qədər dərin mövzudur ki, o qədər suallar var beynimdə, bilmirəm hansını ünvanlayım. Bir də mən bir şey deyim, bayaqları biz öz aramızda danışdıq. Düşüncə tezliyi çox yüksək olan insanlar var. Bizim səhifələrə yazırlar. Bu batil inanc damğası ilə onlarda bastırıblar. Yəni bayaq dediyim kimi biz burada stolda oturmuşuq. Biz burada nə maddənin, nə suyun, nə o bir şeyin enerji axınını görə bilmirik. Mən məsəl üçün şəxsən özüm qapalı məkanda yox, açıq məkanda ağ işıq zərrələrini görürəm ki, onlar yaranışın ilkidir. Yəni bu günləri bozon hissəciyini tapıblar ki, ən sonuncudur. Mən deyirəm ki, o sonuncu deyil və heç bir süni cihaz heç vaxt son zərrəni, yaradılış zərrəsini, maddənin son yaranış zərrəsini tapa bilməyəcək. Çünki o təbiidir, bu sünidir. Bunlar bir-birinə uyğunlaşa bilməzlər. Mümkün deyil. Yəni sevgini ölçən, nifrəti ölçən aparat yoxdur. Olmayacaq da. Yəni bunu ən yaxşı şair bilər, hə Pərviz? Məncə elə olmamağı yaxşıdır. Bir çox məsələlərin üstü açıla bilər. Məsələn, nəyin Pərviz? Təbii ki, biz ancaq özümüzdən danışmırıq.
xalqı düşünürük. Amma Var, biz mən bilirəm ki, özümüzdən səni yola çıxırıq. bəli. Mən bunu unutmayacağam. Yox, belə Bunu- demirəm. Belə deyə bil, fikrimi geri çəkirəm. Mən bunu unutmayacağam demirəm. Niyə? Çünki Erkin bəy bu barədə az öncə biz öz aramızda söhbət edirdik. O deyir ki, unutmamaq, bağışlamamaq, İnkar şəkilçilərindən istifadə inkar etmək. şəkilçiləri, yəni bu insanda xəstəliklər yaradır. İnsan olub ki, bir qarşısındakını bağışlamayıb, yəni ona bağışladım, hə Erkin bəy demədiyi üçün İçindədirsə yetərlidir yəni. hər hansı bir Düşüncəsində. xəstəliyə tutula bilər. Telefon xəttimiz var. Turan bəy, Alo. Salam aleykum. hər vaxtınız xeyir. Hər vaxtınız xeyir olsun. Qonağınızı salamlayıram. Təşəkkür Təşəkkürlər. edirik. Turan bəy, hansı batil inancınız düz çıxıb? Mən əslində batil inanclara inanmıram. Ancaq ki, məsəl üçün özümün kəşfim deyərdim bu şeyə ki, belə bir şey eşitdim ki, qaynar suyu yerə atmayın. Nəsə bir günah kimi də onu Bəli. da qələmə verirdilər. Mən bir dəfə fikirləşdim ki, bu qaynar suyu yerə niyə atmayım torpağa? Atım görüm nə olacaq? Yox, atarkən nə olacaq? Fikirləşdim və mənə məlum oldu ki, orada bitki toxumları olur torpaqda. Qaynar suyu da torpağa atanda o bitki toxumlarını Məhv eləyir. məhv eləyir axı. Amma Qaynar bəs su. niyə gecə atmaq olmaz, gündüz atmaq olar? Gecəsin gündüzün onu mən bilmirəm. Mənə deyiblər ki, qaynar suyu yerə atmaq olmaz. Ümumiyyətlə Günahdır. Başın ağrıyar, nə bilim nə olar. Hə, Mən fikirləşdim ki, bunu ona görə deyiblər ki, bu qədim zamanlardan cahil insanlar olub. Onlara bitki toxumu necə izah eləsinlər elmli adamlar. Və yaxud da Ancaq bunu xırda bu bakteriyaları. Bu yolla onlara onu qadağan eləyə bilərdilər ki, Günahdır. günahdır. Günah yolu ilə aşılayıblar. Məsəl üçün sonra əlvi qoynuna qoyma, anavın başı ağrıyar. bir də yollarını bağlayır. Əlvi qoynuna qoyanda yollarını bağlayırsan belə edəndə. Yəni. Mən bunu məsəl üçün siyasi dinin elə bir ki sünni şiə söhbətinə mən uyğunlaşdırıram ki, sünni namazında əli qoynuna qoyub namaz qılırlar, şiələr əllərini açıb namaz qılırlar. Turan Əli bəy- qoynuna qoyma, mənim anavın başı ağrıyar. Bu məncə şiələrin necə deyərdim? Turan bəy, sizə? biz bugün dini mövzuları müzakirə etmirik. Ona görə siz bir balaca keçin o biri misallara ki, hansılar var başqa? Yəni onunla əlaqəli olmayan. Çoxdur, sayısız hesabsızdır. Sadəcə olaraq bu qaynar su məsələsinə görə elə. Siz özünüz Zəng bax elədim bir inancı edib təsirini görməmisiniz də. Ona görə qərar vermisiniz ki, mən inanmıram. Düz başa düşdük? İnanmamaq deyil bu. Sadəcə olaraq belədir ki, yəni hər birinin bir tarixi var. Aydındır. Sözün bir tarixi var. Nəyəsə Yaranma görə. səbəbi var. Aydındır. Ya, Təşəkkür edirik. Turan bəy idi. O Çox sağ olun inanmır. Turan bəy. Pərvizin tərəfindədir. İnanmayanlar Amma dəstəsindəndir. fikir ümumi olaraq mənə aydın gəldi ki, bayaq Erkin bəy də o məqamı vurğulamışdı ki, yəni bu deyimlər də loru dildə desək havadan yaranmayıblar. Hansısa bir hadisənin fonunda nəticəyə gəlib. Turan bəy bir söz dedi ki, qədimdə insanlar cahil idilər. Mən fikrindən tamamilə razı deyiləm. Mən də deyiləm. Biz əslində sivilizasiyaların ən cahil cəmiyyətində yaşayırıq hal-hazırda. Bəli. Yəni bu qədər materializmin dibinə gedən bir cəmiyyət hələ indiyə kimi olmayıb. Həqiqətən də, Göstəriş, bəli, məsəl üçün olsun Misir piramidalarından bu yana, olsun digər məsələlər və s. bizim düşüncə tezliyimiz və elmimizi belə deyim materiya və ətə sümüyə bağlamışıq. Sanki biz insanlar hansısa bir laboratoriyanın içində bir ətdən sümükdən ibarət bir varlıqlarıq və salam. Həyat da bundan ibarətdir. Biz yeyirik, içirik və yedi, çoxalır. içdik, gəzdik, göstərdik, şəkil çəkdirdik, paylaşdıq, bitdi. Və insanlığın ən böyük yanlışı bu boyda kainatda özünü ən ağıllı və şuurlu varlıq hesab eləməsidir. Bu bərabərdir ki, bir amöbün və ya bir qarışqanın, bir arının özünü yaşadığı mühitdə ən yüksək şuurlu varlıq hesab eləməsinə. Bizdən yüksək düşüncəli, şuurlu varlıqlar var. Onlar eyni səviyyədə olan insanlarla əlaqəyə girirlər, kontakta girirlər, elm alış-veriş edirlər, nə bilim təcrübə alış-veriş edirlər və s. və l-axır. Və o yerə su atmaq olsun və ya digər məsələlər olsun. O mən dediyim bayaq o zərrələr məsələsidir. O hələ bitki axırıncı mərhələdir. Axırıncı müstəvidir. Ona qədər o isti su gedəndə o havada orada nələr baş verir, onu görən görür.
Demək ki, bu inancları kəşf edən o insanlar ki var, həmin insanların deyə bilərikmi ki, bilgilərindən, yəni bu misalları niyə deyiblər Erkin bəy? Düşüncə tezlikləri yüksək olub, bütün o enerji axınlarını və digər varlıqları, yəni bizim yanımızda hal-hazırda varlıqlar var. Hə, yəni onu deyə bilmədiyimiz üçün Yəni bunu bu aparıb variantı heç vaxt göstərməyəcək. Bir çalışırlar, kamera göstərdi, o mümkün deyil. Aydındır. Hansısa bir varlığın və deyirlər ruh görsəndi kameraya. Bu mümkün deyil. Amma insan onu görə bilər. Çünki insanın görmə tezliyi, düşüncə tezliyi başqa. Yuxuya da görür, yuxu da görürsün. Bəli, yuxu görürük. Yuxu sizin həmin o üst düşüncə tezliyinizdir. Hansını ki burada eləyə bilmirik biz onu. Amma orada edirik. Bəli, orada eləyirik. Çünki ruh bədəndən bizim o matrisadan çıxır, məntiqdən çıxır, dar məntiqdən də və orada mənim güzgülərlə bağlı da bir sualım olacaq, amma qısa reklam fasiləsinə ayrılaq, daha sonra davam edəcəyik. Can sağlığı paketimizi əldə edərək sağlamlığınızı dava-dərmansız və ən qısa zamanda bərpa edə bilərsiniz. Ətraflı məlumatı videonun açıqlamasından oxuyun. Musiqinin insan ruhuna, insan mənəviyyatına təsiri bu batil inancdırmı, yoxsa bunun həqiqət payı nə qədərdir? Çox möhtəşəm sualdır və bununla bağlı mən öz belə deyim, layihəmi hazırlamağa çalışıram. Bu 7 çakra, 7 muğam, 7 not, 7 rəng, yəni bunların hamısının bir-biri ilə bağlılığını tam hazırlayandan sonra o haqda bir video çəkib hazırlayacaq. Yəni o sualınıza oradan cavab tapacaqsınız. Yəni bizim muğamlarımız belə, muğam əslində bugün magiya deyilən sözün kökü əslində qamdır. Bizdə qamlar olub qədim Azərbaycanda və ümumiyyətlə Azərbaycan dünyanın mədəniyyət və elm beşiyidir. Və ona görə də bu batil inanclar dediyimiz məsələlərdə bizdə kökdən gəlir. Bunu siz ləğv eləyə bilmərsiniz. Bunu heç vaxt heç kim dünyanın ən güclü belə ateist bir cəmiyyəti olsun, sistemi olsun, bunu dağıdanmayacaq. Necə ki Novruzu dağıdanmədilər, necə ki bizim dilimizi məhv eləyənmədilər. Yəni çünki Nuhçu xan, Gəmiqaya, bunlar hamısı ordadır. Mənim əziz Vahid müəllimim deməli Agro.az saytında orada pulsuz materiallar var. Vahid Rzayev və Fikrət Rzayev. Yəni bu batil inanc deyə adamlar əgər belə iddialıdırlarsa o kitabları yükləsinlər və baxsınlar ki, o kitablarda nələr və necə açıqlanır. Vahid Rzayev öz böyük qardaşı Fikrət Rzayevlə oturub bax belə stolda söhbət edirlərmiş. Vahid Rzayev çox yüksək düşüncəli, tezlikli insan idi. Dünyasını dəyişib hər ikisi. Söhbət eləyəndə həmin mən dediyim o enerjini görürdü və görüb ki, o ki digər stolda 2 nəfər çay içir. Deyir, bu insanlar niyə belə bir-birlərinə qara atırlar? Deyir, nə qara atır? Vahid nə qara? Deyir, bax da, deyir, orada ona qara atır, bu buna qara atır. Deyir, ay Vahid, sən nədən atır? Sən görmürsən? Deyir, yox. Vahid Rzayev, ondan sonra indi danışıram, tüklənə biz olur. Ondan sonra Vahid Rzayev başa düşüb ki, bu digər insanlardan fərqlənir. O elə bilir ki, hər kəs bunu görür. Yəni tezlik fərqi var əslində. Bəli, iki insan bir-birinə mübahisə eləyəndə arada o bir videoda görmüsünüz bəlkə bir-birinə belə qara atır, belə duman kimi atır. Yəni o duman kimi atır onun arxasına. Adi kontuziya ki var, bu müharibədə kontuziya alırlar. Bəli, psixoloji narahatlıq. Bir yerdə bir partlayış olur və yaxud da ki yanından güllə keçir, dəymir adama. Onun dalğası bizim enerji qatımıza aparır. Və o insanı tibb və elm sağalda bilmir. Əslində Erkin bəy, psixoloji narahatlıqlar da bir növ budur da, yəni psixoloji da var. Psixoloji o da bir yerə qədərdir də. Demək istəyirəm ki, yəni psixoloji deyil də bu partladı. Adam yatıb, heç şeyi eşitmədi. Amma o dalğa ki gəldi, keçdi də bunun yanına. O dalğa bunun enerji qatına aparır. Yaxşı, bəs şizofreniya xəstələrində o dalğanı məhv edir? Çünki şizofreniya da biraz dərin məsələdir və qıraq məsələdir. Orada mövzudan çox çıxdıq. Hə, orada artıq çox yuxarıdır o ruh və s. Çünki o dərin o qalsın növbəti dəfəyə, amma yəni əsas məsələ odur ki, insanın o psixoloji vəziyyətində narahatlıq yaranırsa, bu onun tezliyinin, bu onun o frekans deyirik də biz ona, enerji qatının pozulmasından irəli gəlir. Emosional qat boşalır. Aha. Emosional qat da bizim enerji qatımızı təşkil edir. Yəni bir mənbəsi odur. Sanki siz o tokdan naqili ayırırsınız. Emosional qat boş olandan sonra, təkər boşalandan demək sonra. Ki, o deyir, emosiyanal. Emosiya olmalıdır. Emosiya olmalıdır. Hə, emosiya olmayandan sonra vəssalam. Demək ki, emosional insanlar əslində pis insanlar deyil. Eşitdin Pərviz? Xoş
müsbət, pozitiv emosional. Eşitdin? Pozitiv emosional. Pozitiv emosional. Xanımların çox belə mənfi yöndə emosional olmaqlarının səbəbi onlar enerjini yerdən alırlar. Bəli, torpaqdan. Mənfi şeydədir də. Kişilər yanmır. Kişilər balaca uşaqlar kimi də oynayırlar. Belə çox kiçik şeylərdən balaca bir tabletkanın üstündə oturub, orada yeyib içib, yəni çox xoşbəxt ola bilər. Həyatda qalsınlar kifayətdir də Erkin bəy. Hələ yox, belə şənlik olsun. Məsələn, balaca bir stolun ətrafında qadınlar isə o stolu belə yekə açmalıdırlar. Orada hər şey yerində olmalıdır. Belə salatlar və perfeksionist. Yəni bu təbiətdən irəli gəlir və normaldır. Buna görə demək ki, bunu anlayanda, elmi olaraq bunu qəbul edəndə informatika burada kömək eləyir də artıq. Artıq tolerantlıq yəni. Sən məni qəbul edirsən ki, mən uşağam. Bəli. Mən Pərviz bir il səni qəbul etmişəm ki, mənim həyat yoldaşım böyüməyib, o 35 yaşında balaca bir uşaqdır. Pərviz, amma gəl bax, doğrudan da mən sizin Erkin bəy fikrinizlə tam razıyam ki, o qəbullanma baş verdikdə daha rahat olur yaşamaq. Nəinki mübarizə aparmaq. Yəni məsəl üçün pişik gəlir sürtünür də adamı. Adam onu diksinir. Sən pişiyi necə vura bilərsən ona görə? Bu pişikdir də, bunun təbiəti budur. Siz nə demək istəyirəm? Zamanla öyrəşdi. Çünki bizim pişiyimiz var, 2 pişiyimiz var. Duman və Simba. Artıq uzun müddətdir. Məsələn, evimizə gələn bir çox qonaqlarda əvvəl hansı qonaqlar ki, onlar artıq mütəmadi gəlməyə borcludular, məcburdular. Məsələn, onlardan biri mənim anam. Bu vaxta qədər pişiklərdən çəkinirdi, bir fobiyası var idi. Çünki o da uşaqlıq travması ilə bağlı idi. Amma zamanla artıq gördük ki, alınmır da, yəni bu pişiklər də bu evdə olmalıdır. Qəbul etməlidir. O da bu evə gəlməlidir. Hal-hazırda vəziyyət əladır. Bir-birlərini qəbul ediblər və Pişiklər də yeri gəlmişsə çox həssas heyvanlardır və o dediyim digər varlıqlarda görmə qabiliyyətləri var. Mən sizə bir burada etiraf edəcəm ailəmizlə bağlı. Güclü də belə. Biz Pərvizlə indi insanıq, ailəyik, münasibətimiz canlıdır, emosiyalarımız var və o ki dalaşırıq, səsimiz yüksəlir. Çox qəribədir ki, Erkin bəy, hər 2 pişik minimum 1 saat ərzində hara gizlənirlərsə çıxmırlar. Axtarırıq, ən sevdiyi yeməkləri veririk, çıxmırlar. Yəqin ki, onlar başqa o qara, siz dediyiniz o mən atdığım qaranı, Pərvizin atdığı qaranı görürlər deyə yox olurlar. Ona görə mən də bütün izləyicilərimizə məsləhət görürəm ki, şahid olun, hər bir şeyə neytral yanaşın. Yəni bir şey məcbur deyilsən ki, rədd eləyəsən və qəbul eləyəsən. Yəni qoy qırağa, vaxtı gələn, çünki mən özüm o qədər o şeylərin çox qatı, radikal bəhd edən adam olum. Məsələn, evdə anam üzəri yandırardı. Deyirəm, filfil o işlə başladı, yəni tüstü ver, şahbələ, belə zarafat edirəm. İndi qəbul edirsiniz? İndi qəbul edirsən, artıq mən onun fizikasını bilirəm də ki, bu necə təsir edir, o necə təsir edir. Amma Pərviz qəbul etmir. Yox, mən üzərliyi həmin o məqamların biləndən sonra ki, məsələn, onun tüstüsü baş ağrısına təsir eləyir. Yəni tezliyi yüksəldirsə, tezliyi negativi götürürsə vəssalamdır. Götürürmü? Götürür ki, eləyirlər də. Dəfnə yarpağı da o zaman götürür. Adi belə qızıl gül iyi belə. Məsəl üçün mum şamı yandırırıq biz evdə. Mən hamıya məsləhət görürəm, hər yerdə məsləhət görürəm. Mum aldı ilə də məşğul deyirik. Zaman belə bilirsən. Yox, təbii ki. Parafindənsə, indi bu marketdə satılır. Parafindənsə mum şamı yandırın. Həm sizin enerji qatınızı dolduracaq. Onurğa sütunda problem olan insanlar əsasən onu yandırsınlar. Yəni o sərbəst elektronlar ayrılır və onu cana hopur. Səkinə xanım, sizə eşidirik. Batil inanclarınız xeyir olsun. Təşəkkürlər. Batil inanclarınız nədir? İnanırsınız? Yox, mən belə inanclara inanmıram. İnanclara inanmıram və olur ki, təsadüfə düşür. Və bir şeyə ki, doğrudan da inananda, bir ürəkdən inananda. Bax, deyək ki, indi yoldasınız, yol səsi gəlir. Deyək ki, bir pişik keçdi qarşınızdan. Pis olmayacaqsınız? Yox, bu dəqiqə pişik keçdi qarşımdan və mən. Yaxşı, bəs ikinci rəng idi, amma ki keçdi. İkinci sualım var. Güzgü evdə sınsa, yaxın bir qohumunuzun toyudur və belə deməyim, Erkin bəy deyib belə deməsin. Demə. Güzgü sınır və güzgü sınanda o insanların bir fikri var da, yəni bu şanssızlıqdır, bədbəxtlikdir, uğursuzluqdur. Yəni buna inanarsınızmı? Valla o qədər sınmayanlar, qorunan kişilər var ki, qadınların həyatları alt-üstü. Yəni gediblər, həyatları məhv olub gəlib. Valla ona da inanmıram mən.
Sadəcə olaraq axır zamanlar, son zamanlar bilmirəm, üstə düşür, yoxsa şuuraltı inanıram, biraz göz nəzərə inanıram. O da son 1-2 ildə eləmişəm də, yəni neysə atam bizə real olmağı çox öyrədib bizə. Allah sizə ağıl verib, şuur verib, belə bir şey deyir. Yəni hər şeyi real qəbul eləmək bilmirəm, yəni uşaqlıqdan irəli gəlir, yoxsa bizdə sınamıyıq. Həmfikir Səkinə xanımla, çünki bəli, bu dəfə mən sizlərlə göz nəzərə mən də inanıram, digərlərinə inanmasam da və düşünürəm ki, bu tam bir ayrı mövzudur, ayrı bir istiqamətdir. Təşəkkür edirəm. Ona inananda, tam inananda o şey baş verə bilər. Bəli, bəli. İnanc əslində inan mərkəzinə təsirlə bağlıdır. İndi Erkin bəy daha ətraflı deyəcək. Təşəkkür edirik Səkinə xanım, yolunuz açıq olsun. O mərkəzdən idarə olunur da Erkin bəy. O dediyim egregor ki var, həmin o bulud, yəni qoşulma gedir sadəcə ora. Və bir də ən vacib məsələlərdən biridir ki, insanlarımız ətraf aləmlə informasiya alış-verişi eləməyə öyrənsələr, onda həqiqətən də o pişikdə, nə bilim o güzgüdə, nə başqa sınan və s. şeylərdə onlar üçün yol xəritəsi olacaq. İnanc yox, yol xəritəsi olacaq. Bir sual. Hətta bura sözünüzü kəsəm, bura gələndə batil inanc, uşaqlar deyim ki, bu batil inancın antonimi nədir? Bunu tapın deyin də mən də. Yəni batilin şeyi, mən onu tapmışam da o dediyim təcrübə. Mən real inanc adını qoydum, real efirə gəldiyi üçün. Yəni həqiqətən də real işləyən və bu cür şeylərin əslində batil inanc kimi damğası vurmağı mən və mən kimi bu şeylərdən istifadə edən adamlara sərf edir. Tamam da qoy az adam bilsin. Bu hamı bilsə aləmdə heç bir bilməz. Təbii ki, kimlərəsə bu mənfi təsir göstərəcək. Amma bütün ehtimallarda o inanc mərkəzini biz nə qədər sağlam tutarıqsa, bir o qədər də sağlam yaşayır. Bilgi ilə. Bəlkə. Maksimum bilgi, ağıl, yenə bilginin üzərində bütün ötən əsrdə yaşamış şairlər də. Bunlar bilgisiz əmələ gəlməyir. Hər kəs deyir ki, yəni bilgi önəmlidir. Bilgi, təhsil. İndi müasir dildə biz bunu təhsil deyirik də. Tamam, indi ola bilər kimsə təhsil ala bilmir. Bu imkanlar yoxdur. Amma o qədər əl çatandır ki, artıq o bilgini hər yerdən, əvvəllər Google idi və s. digər internet vasitələri idi. İndi ChatGPT də var. Oradan da əldə edə bilərsiniz. Baxın görün atəşpərəstlik deyirlərdi. Məsələn Vahid müəllimlə mən niyə danışdım? Zərdüştlük var, atəşpərəstlik deyirlər. O əslində o atəş deyil. Elə bilirlər ki, bunlar o atəşpərəstlər oda sitayiş edirlər. Xeyr. Ataş kəlməsi var. İsa peyğəmbər də ata deyir. Ata deyəndə fiziki atadan söhbət getmir. Yaradandan söhbət gedir. Ataş kəlməsi də həmin o da ataş pərəstliyi idi. Yəni Allah pərəstliyi idi. Mən hətta belə həmişə deyirdim ki, deyəm əgər Zərdüş atəşpərəstdirsə, üzr istəyirəm dönə-dönə, onda Məhəmməd peyğəmbər də daşpərəstliyi gətirib. Bu elə deyil. O bir tərənnümdür, bir simvoldur. Qoyur ortalığa, sonra o mahiyyət itirir və kimlərsə onu başlayır ayinlərə və s. çevirməyə. O sonraki mərhələdir. Yəni bu inanclar da belədir. Yəni onun bir kökü olur. Kök mahiyyət itirir. İnancla bağlı bir sualım da var Erkin bəy. Vaxtımız bilirəm ki, azdır. Çox qısa cavab verməyinizi istəyəcəm. Bayaq biz bu cadudur və s. bu tipli şeylərlə bağlı danışdıq. İnsan, çox qısa rica edim, insan ona tutalım ki, tapdı. Nə bilim çantasından çıxdı, evindən çıxdı. İnanmayanda yenə də ona mənfi təsir, o pis enerji təsir göstərərmi, yoxsa inanmasa tutmayacaq onu? Mən bu cür tip suallara belə cavab verirəm ki, ocaq və biz ona inandıq, inanmadıq, əlimizi yandırır. Tok, biz ona inandıq, inanmadıq, əlimizi vurur. Aydındır. Yəni bu bir şeyin fizikası varsa və işləyirsə, sən ona nə qədər də inanma və yaxud da ki inan, o öz işini görəcək. Sən onu bilməyə bilərsən. Mən bunların şahid və təcrübəsini keçmiş bir adam kimi deyirəm. Yəni sadəcə nəyəsə inanmış kimi yox. Biz sizin mövqeyinizi bir daha soruşaq bu qədər uzun söhbətdən sonra. Mənim tərəfimdə siz yoxsa Pərvizin? Çünki hal-hazırda hesab 5-4 mənim xeyrimədir. Mən əslində bayaq dediyim kimi hər ikinizin tərəfindəyəm. Sadəcə mərhələ var. Yəni mən əminəm ki, bu araşdırma ilə, bu yolla ki, Pərviz bəy çıxıb və siz çıxmısınız. Əslində siz bərabər bir o şeyin tərəzinin üstündə mənim üçün bərabər gözdəsiniz. Siz hələ heç biriniz qalib deyilsiniz. Siz o vaxt qalib olacaqsınız ki, siz həqiqətən bunların bilgi və təcrübə eləyəcəksiniz. Bunlarla işləyəcəksiniz.
Belə. Çox təşəkkür edirik Sağ olun. gəldiyinizə görə Erkin bəy. Erkin Qiyasi informatika üzrə mentor bizimlə bərabər idi. Erkin bəy çox maraqlı insandır və maraqlı yanaşmaları var. Sizi dinləyəndən, sizdən o öyrəndiklərimdən, oxuduqlarımdan sonra mənim də həyatımda müəyyən bir toxunuşlar var ki, onlar dəyişib. Çox təşəkkür edirəm buna görə. Həm də bu gün zəhmət çəkib, əziyyət çəkib gəldiyinizə görə. Əziyyət deyil, xoşdur. Mən də Dəyər verdiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun. Siz isə bizi dinlədiniz Real FM-i sabah eyni saatda, eyni məkanda yenidən bizi dinləyə biləcəksiniz. Odur ki, real qalın, real hadisələrin içində qalın. Özünüzə yaxşı baxın.